Deməli, kəlam əhli, bidətçilər bəzi nasları gətirib əhl-i sünnəti, salih sələfi, sələfiləri sifətlərlə əlaqəli olan nasların qarşısında işgələ salmaq istəyirlər. Ziddiyyətə qoymaq istəyirlər. Deyirlər ki, madam ki, siz deyirsiniz ki, bütün sifətlərlə əlaqəli olan nasların zahirini götürmək lazımdır, elə isə alın. Baxsa bir neçə də hədis göstəririk, bir neçə dənə ayə göstəririk. İndi bunları zahirlərinə görə ispat edin görüm, necə ispat edəcəksiniz? O gətirdikləri hədisləri və ayələri qeyd etməmişdən öncə biz zahir dedikdə nəyi ispat edirik? Bu barədə mühüm bir qayda var, o qaydaya toxunaq. Bu qaydaya diqqətlə qulaq asın və bu qaydanı öz-özünüzdə qeyd edin. Həqiqətən də bu qayda bidət əhlinə qarşı sizə çox faydası olacaq. Və bunlar ilə düşünürlər ki, sələfilər, əhl-i sünnət, əhl-i hədis deyəndə ki, biz ayələri zahirlərinə görə alırıq. Elə bilirlər ki, əhl-i sünnət bu ifadəni səhvən deyib, xəta eləyib. Bu ifadə ayə və hədislər sifətlərlə əlaqəli olan zahirlərinə görə alınmalıdır. Elə bilirlər ki, bunun bir əsası, bunun bir söykənəcəyi, ayəyə, hədisə, sələfin qaydasına söykənəcək bir isnadı yoxdur. Sadəcə boşuna deyilən, təməli olmayan, varsa da təməli çürük olan bir qaydadır. Bidət əhli belə düşünür. Bilmirlər ki, bu kəlam sifət ayələri zahirlərinə görə alınmalıdır. Allahın kitabından, Rasulullah sallallahu aleyhi ve sellem sünnəti üzərində bina edilmiş möhkəm qaidələrin üzərindədir. Necə? İndi sizə göstərəcəm. Biz zahir dedikdə, zahir iki hissəyə bölünür, qardaşlar. İfradi zahir, tərkibi zahir. İfradi zahir, tərkibi zahir. İfradi zahir nədir? Tərkibi zahir nədir? İzah edib, örnək verdikdən sonra hamısını biləcəksiniz. İfradi zahir odur ki, yəni o sifətlər ki, hansı ayələrdə varid olub, hansı hədislərdə varid olubsa, o sifət hansı kəlmədə varid olubsa, o kəlmənin özünü götürmək ilə, hansı ki, orada sifət keçib, oradan çıxan zahir bizə kifayət eləyir. Oradan çıxan zahir bizə kifayət eləyir. O kəlmənin zahirini ispat edirik. İspat etməyimizlə də yanaşı uca Allaha layiq olmayan bir vəsfi nisbət etmiş olmuruq. Örnək verim. Yəni, ifradi zahir budur. İfradi zahir budur. Yəni, sifət hansı kəlimədə varid olubsa, o kəlmənin zahirinə görə götürmək kifayət eləyir. Götürsək, zahirini tətbiq etsək, uca Allah haqqında layiq olmayan bir vəsfi ispat etmiş olmuruq. Örnək verək. Allah subhanahu wa ta'ala buyurur ki, Ər-Rahmanu aləl arş istava. Rəhmən ərşə istiva etdi. Burada həyata keçən, yəni dövrəyə girən qaidə nədir? İfradi zahir. Yəni biz bu ayədə, bu tərkibdə, bu tərkib isə olan ayədə bizə lazım olan bir dənə kəlmədir, istiva. İstivanın zahirindəki mənanı ispat etməklə kifayətlənirik və ispat etməklə də uca Allaha layiq olmayan bir şey vəsf etmirik. İfradi zahir budur. Yəqin ki, anladıq. Tərkibi zahir nədir? Tərkibi zahir odur ki, yəni o zahiri bütün tərkibi almaqla götürəcəyik. Yəni bütün tərkibi götürsək, o nasın bütün tərkibini götürsək, ayədirmi, hədisdirmi? Bütün tərkibi götürsək, ortaya çıxan zahiri ispat edirik. Tərkibi zahir budur. Bir örnək verək. Biraz öncə haqqında danışdığımız hədis. Məsəl üçün, bidət əhli həmən bu hədisi gətirir. Deyir ki, bax, demirsiniz hər şey zahirə görə ispat edirsiniz. Deyirik, bəli, hər şey zahirə görə ispat edirik. Bax, Allah subhanahu wa ta'ala bu hədisdə deyir ki, ey adam övladı, mən xəstələndim, sən mənə ziyarət etmədin. İndi sən nə deyərsən ki, Allah xəstələnir özünə layiq şəkildə, Allahın misli olmayan xəstəliyi var. Biz burada deyirik ki, dayan. Buraya dövrəyə girən qayda hansıdır? Tərkibi zahir. Yəni biz bütün bu tərkibi alsaq, ortaya çıxan zahiri ispat edirik. Fikir verin, ey adam övladı, mən xəstələndim, sən məni ziyarət etmədin. Qul nə deyir? Ya Rabbi, mən sən necə ziyarət edə bilərəm ki? Sən aləmlərin Rəbbi olan Allahsan. Allah subhanahu ta'ala nə deyir?
Bir qulum xəstələndi, sən onu ziyarət etmədin. Sən onu ziyarət etmədin. Deməli, burada ziyarət ediləsi Allah deyil, xəstələnən Allah deyil. Ziyarət ediləsi qul və nədir? Xəstələnən qul və ziyarət ediləsi də qul özüdür. Biz bu tərkibi alandan sonra ortaya çıxan zahiri təsdiqləyirik. Digər bir ayə məsələn gətirib bizi sifətlərlə əlaqə olan nasların qarşısında işgələ salmaq istəyirlər, ziddiyyət salmaq istəyirlər. Məsəl üçün, belə bir ayə gətirilir. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə deyir ki, قَدْ مَكَرَ الَّذ۪ينَ مِنْ قَبْلِهِمْ فَأَتَى اللّٰهُ بُنْيَانَهُمْ مِنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِنْ فَوْقِهِمْ. Allah deyir ki, onlardan əvvəlkilər də hiylə qurmuşdular. Sonra Allah gəlib, onların tikililərini özülündən, yəni təməlindən dağıtdı, tavanları başlarına uçdu. Deyir, bax, görsən ayə kafirlər barəsində nazılıb. Allah nə deyir? Allah gəlib onların tikililərini dağıtdı. Yəni, Allah kafirlərin yanına gəldi. Bizə elə ki, demirsiniz, Allahın əl-itiyən, gəlmək sifəti var, deyirik, bəli. Deyir, bax, burada da gəlmək sifəti varid olub. İndi bu ayəni zahirinə görə ala bilərsən, Allah gəldi kafirlərin yanına, onların evlərini, başlarını yıxdı, çıxdı, getdi. Bunu zahirə görə ispat edə bilərsən. Biz deyirik, dayan. Bu ayədə dövrəyə girən nədir? Tərkibi zahir. Biz bütün bu ayənin tərkibini alsaq ortaya çıxan zahiri ispat edirik. Baxın, indi yenidən ayəni oxuyuram. Axıra kimi bitirirəm. Ayəni axıra kimi oxumadım. Görün Allah subhanahu wa ta'ala nə deyir? Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Sonra Allah gəlib onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. Deməli, gələn Allah deyil. Gələn Allah subhanahu wa ta'ala'nın göndərdiyi əzab idi. Ayənin sonu ayədəki məqsədi ortaya çıxartdı. Və ayənin bütün tərkibini alandan sonra ortaya çıxan zahiri biz ispat edirik. Ona görə də bu mühüm bir qaydədir. Ümidvaram ki, bunu başa düşdünüz. Zahir dedikdə iki şey nəzərdə tutulur. Efradi zahir, izah etdik, örnək verdik. Tərkibi zahir, onun da mənasını izah etdik, örnək verdik.